Boy hormonu müalicəsi alan uşaqlar bu müalicəyə nə zaman ara verə bilərlər? Uşaqda hər hansı ağır bir infeksion xəstəlik varsa, uşağın vəziyyəti ağırdısa, halsızdırsa, bu halda müvəqqəti 3-5 gün ərzində müalicəyə ara vermək olar. Uşağın qızdırması 38 dərəcəyə qədərdirsə və yaxud da yüngül zökəm, qrip tərzi infeksiyalara yoluxubsa, bu halda müalicəni dayandırmağa ehtiyac yoxdur. Və yaxud qızdırma 38-39 arasıdır, lakin uşaq özünü narahat hiss eləmir. O zaman da müalicəni dayandırmırıq. Başqa bir halda uşaq su çiçəyi, qızılca kimi infeksiyalara yoluxub, lakin özünü yaxşı hiss edir, halsızlığı, yorğunluğu yoxdur. O zaman müalicəni davam edirik. Növbəti hal, uşaqda kənədaxili təzyiq əlamətləri varsa, yəni amma həqiqi bu hər üç əlamət varsa, baş gicəllənmə, baş ağrısı, gözlərdə ağrı, bu cür əlamətlər varsa, sadəcə baş ağrıyır deyə yox, şiddətli baş ağrısı və s. varsa müvəqqəti dayandıra bilərik. Uşaq komatoz vəziyyətdədir, ağır əməliyyat olunub, ağır hansısa travma alıb, bu halda müvəqqəti boy hormonu müalicəsi dayandırılır. Eləcə də uşaqda aşkarlanan hər hansı yeni bir xəstəlik varsa, ağır, misal üçün revmatoid artrit varsa, nefrotik sindrom varsa, onkoloji törəmələr yaranıbsa, belə hallarda boy hormonu müalicəsi dayandırılmalıdır və yenidən başlamaq həkimlə müzakirə olunmalıdır. Hər bir halda bu həkim tövsiyəsi olmadan dərmanı dayandırmaq olmaz. Xüsusən də ticari mənada, yəni dərman ala bilmədik, tapa bilmədik, mütləq həkimlə məsləhətləşmək lazımdır ki, dərman müalicəsi nə qədər davamlı olarsa, o qədər daha effektiv olur.